kəskin ağrı ilə müraciət etmişdir bizə. Müayinə zamanı sağ qabırğa altı nahiyədə probla təzyiq etdikdə kəskin ağrı var və böyük bir daş izləyirik ölü kisənin mərkəzində. Daşın ölçüsü böyükdür. Ardasa deməli 22,3 milli ölçüdə böyük bir daş izlədik və xanım oğlu ilə qərara gəldi. Bizim klinikamızda uzman doktor gələcək və laparoskopik üsulla, sizin lazer dediyiniz üsulla, laparoskopik üsulla sığorta ilə sizi inşallah əməliyyat edəcək və bu ağrıdan bir dəfəlik, necə deyirlər, qurtulacaqsınız inşallah.